Sosial şəbəkələrdə bir çox valideynlər övladlarını ictimaiyyətə təqdim edir. Onların gündəlik həyatından fraqmentləri milyonlarla izləyici ilə bölüşür. Bəzən bu paylaşımlar sadəcə ailəvi xatirələri bölüşməklə məhdudlaşmır. İstər gəlir məqsədi ilə, istərsə də bəyənmə xatirinə. Son vaxtlar sosial şəbəkələrdə uşaqlarını nümayiş elətdirən valideynlərə rast gəlmək mümkündür. Lakin onların uşaqlarını bu dərəcədə nümayiş elətdirməsi bir çox problemlərə səbəb ola bilər. Mütəxəssislər isə hesab edir ki, valideynlər belə hallarda ehtiyatlı və diqqətli olmalıdırlar. Çünki bu, uşaqlarda ciddi psixoloji travmalara gətirib çıxara bilir. Zaman keçdikcə bu uşaqlar həmin videolara baxıb utana, hətta məktəb dönəmində bullyingə məruz qalacaqları da istisna deyil. Uşağın xarakterində şərtləndirmə yaranır. Düşünür ki, mən ancaq insanların diqqətini çəkərək sevgi qazana bilərəm, rəğbət qazana bilərəm və daha çox real mən ilə qeyri-real mən arasında, yəni ideal mən arasında bir çatışma, konflikt yaranmağa başlayır. Yəni uşaq süni olmaq davranışları formalaşır ki, kameranın qarşısında mən nəyisə fərqli cür təqdim eləyəndə xoşuma gəlmədiyi bir şeyi də xoşuma gəlmiş kimi göstərsəm və ya hansısa bir sözü, davranışı bu şəkildə göstərsəm, daha çox rəğbətləndirilərəm, daha çox diqqət mərkəzində olaram, daha çox anam atam məni sevər, düşünür və bu zaman uşaqlarda insanların gözləntisinə uyğun süni davranışlar ortaya çıxır. Mütəxəssislərin fikrincə valideynlərin övladlarını sosial şəbəkəyə cəlb etməsi onlarda yanlış davranışlar formalaşdırır və şəxsiyyəti formalaşmaqda olan uşaq artıq şəxsi qərarlarını verməkdə çətinlik çəkir. Onlarda özgüvən aşağı düşür. Belə hallar əsasən yeniyetməlik dövründə olan uşaqlara böyük təsir göstərir. Valideynlər çox diqqət eləməlidir övladlarını sosial şəbəkədə paylaşanda, onların irəlidə utana biləcəkləri şeylər etdirməməlidirlər, rəqslər, oyunlar, sözlər danışanda. Bəzən valideynlər bunu gülmək və əylənmək məqsədi ilə də istifadə edir, bilməyərəkdən də edə bilir. Təkcə reklam məqsədi ilə pul qazanmaq üçün deyil, sadəcə oyun məqsədi ilə sanki bundan zövq alır. Əslində o valideynlərin özünün də psixoloji durumu yoxlanmağı lazımdır.